بسم الله الرحمن الرحیم. جلسه 279 فیه مافیه باشتی رو خدمسته درباره به مطلب مهم عرفانی، روانشناختی و فلسفی. این که dersimizin moridində baraha bəhs eləmişik burada. Sizdə tazəliyi yoxdur. Bəli, bir mətləb o qədər cəlibdir ki, hər nə qədər eşidirik, xoş gəlir adama. Mən bu mətləbi bəzi mövqe ayrı yerdə də, elə danışqahda da bu mənim dərsimdir. Baraha tədris elərəm, hər ildə deyərəm, amma hər ildə duvara başlayanda özümə də xoş gəlir. Ki, insan nəcib mövcuddur. Aya insan bir mövcuddur ki, daray ruhdur. İnsanın ruhu var. O ruh insanın içərisindədir. Aya insan gedib gələndə, dolananda o ruhu özü ilə dolandırır, aparır, gətirir. Məşhur bu cürdür. Ammə mərdum bu cür fikir edirlər ki, insan bir badkonək kimi bir mövcuddur, tüyub kimi, lastik maşın kimi bir mövcuddur. Onun içərisində bir hava var, neçə dənə hava var, o havaların biri ruhdur. O ruh irtibatın qət elər, gedər, bədəndən çıxar, onda o fərd ölər. Yuxuda da bir miqdar bu ruhdan gedər, pərvaz elər, dubara gedər. Bu cür bir söhbətdə dəqiqən həqiqət ruh və həqiqət cism indiyəcən roşən olmuyor. İzhar nəzərlər çoxdur. Barha arz eləmişik, yenə də arz edirik ki, Əflatuncilin quruhu mütəqiddirlər ki, elə əvam kimi mütəqiddirlər təqribən. Əflatuncilin quruhu. Allah insanın cismini xəlq eləyib, Nəhcü Bəlağədə də ki, elə uyda dəstiririk, şənbələr, Nəhcü Bəlağədə elə bu cür buyurub, Həzrət Əmir. Buyurur ki, insanın cismini Allah xəlq eləyib, ruhu gətirib onun içində püfləyibdir. Ərəstugil, öləndə də ruh çıxı gedir. Mövləvi gahdan elə bu cür, Əflatun kimin deyə. Ərəstugildə mütəqiddirlər, xeyr. Allah insanın cismini xəlq eləyib, ruhunu da xəlq eləyib. Əflatun ki, deyilər, əvvəl ruh xəlq olmuşdur, sonra cismi xəlq olub. Ərəstugil deyirlər, bu ələsinin Ərəstu deyirlər ki, yox, Allah cisminlə, ruhu əman xəlq eləyib, bir-birinə mürtəbit eləyib. Ərəstuna, bu ələsina deyir ki, ruh bədənin içində deyil. Eşikdən irtibatdadır. Yaxşı. Bəli, Mövləvi ilə. Əflatun deyirlər ki, ruh bədəninin içindədir. Sonra ayrı filosofa ayrı cüydə deyirlər. Bu bir mətləb. Bir də bir ayrı mətləb. İndi ruh içədə ola, eşikdə ola. Molla Sədəd deyir ki, eşiklik qələt sözdür. İçəri,
eşik ruhun moridində qələtdir. Necə ki, deyir ki, indi Allah içərdədir, eşikdədir. Deyənməsən Allah içərdədir. Deyənməsən Allah eşikdədir. Allaha içəri, eşik qələtdir. Allaha çox zətdə qələtdir da. Bir ki, qələtdir deyə Allah içərdədir, eşikdədir. Çünki içərdədir, onda Allah hava kimin bir şey oldu. Eşikdədir, onda da bir günə hava kimindir da. Havada maddədir da. Onda Allaha yer təyin elədik da. Allah məhdud olar. Necə ki, demək olmaz ki, Allah nə zamandadır. Həm demək olmaz hardadır və həm neçə yaşı var, nə zamanda. Allaha zaman yoxdur, məkan da yoxdur. Yəni, məkanın, zamanın Allahın moridində məfhumu yoxdur. Zamanı və məkan maddiyyatı moridində işlənər. Allah'dakı maddə deyil. Bəs indi ki, ruh da, Molla Sədə deyir ki, ruh da Allah kimindir. Bu cəhətdən ki, şəbih Allahdır da, yəni bu cəhətdən ha ki, ruha zaman yoxdur, məkan yoxdur. Bu bir bəhs. İndi ruh fərq eləməz. Çəyid ola, çeşid ola. Hələ. Bir dədir ruh insan içərisindədir, bir dədir eşiyindədir. Yaxşı. İndi bunlar hansı əslidir, hansı fərqidir? Bir də deyirlər, rəvanşinaslar, indiki rəvanşinaslar deyirlər ki, əsl bu bədəndir. Ruh fərqidir. Əvvələn ruh yoxdur, rəvanşinaslar deyirlər. Olsa da fərqidir. Cismin əsəridir. Freud bu cürdür. Şənbərz eləmişəm. Məsələn, William James bu cürdür. Çox böyük rəvanşinaslar bu cür mütəqqidirlər. Wilhelm Wundt bu cürdür. Pavlov bu cürdür. Deyirlər ki, əslən, böyük rəvanşinaslar və onlar deyirlər, rəvanşinasanı rəvantən. Deyirlər, tən, məğz, mucib peydayış ruhdur. Ruh əsəri bədəndir. Onlar bu cür deyirlər. Cahdan Moğləvdə bu cür deyər, amma onu cahdan deyər. İndi bugünkü mətnimizə bunun bərəksini buyurur. Cənab Mövlana və münasibətləri bu sözü mətrəh elər. Bir ayrı söz deyil. Deyirlər, məğzun kiçik olsa, ruhun kiçikdir. Əsabın kiçik olsa, əsabın zəif olsa, ruhun zəifdir. Əsabın qəvi olsa, əsəb nə mənədir? Əsəb çərbidir da. Bəlkə siz pey aparasınız ki, əsəb çərbidir. Behtərin yolu budur ki, ət şalısız, qoyun əti, inək əti, bu qisməti var. İkiyə mahicə deyirlər. Bir rana mahicə deyirlər. Bir də bura deyirlər mahicə. Bu qola var, bu tikiyə. Bu qolu kamil ki, qəssab çıxarsa, baxsaz ki, içərisi qərə ətdir. Bu qərə ət gəlib, bu cür axıda olubdur rəclər, əsəblər. O ətin içində də var, ha? Amma bu qırmızı ət gəlid
idaməsində olur bir də rəclər ki, onlar çərbidir. Xud o qırmızı ət də çərbidir. Yəni, çərbi bir miqdar təğyir tapır, mütəhəvvil olur. Olur qərə ət, qırmızı ət. Bir miqdar olur ağ, kamilən can yağı, quryuq yağı, yağ. Bir miqdar da bu cür riştə, nəx kimi olur. Bədəni saxlayır da. Əsəblər də o cür deyil. Sap kimindirlər? Saplardılar. Bədəndə çəkilib ki, bunların hamısının əsası çərbidir. Çərbinin əsası nədir? Çərbinin əsası kömüdür, karbondur. Bir miqdar hidrojen, oksijen və karbon qəndi də, çərbiləri də tolid eləyən karbondur, kömüdür. Əsası karbondur. Bir miqdar o karbona, kömürə oksijen qatışır, bir miqdar hidrojen qatışır, bu üçü tolid konəndəyə nə olur? Məvadlı bədən olur. Sümüklər də o cürdür. İndi ona bir miqdar izafədən bir ayrı məvad mənyezyum, kalsiyum, ayrı bir şeylə də qatışır. Bəli, bu məvadlı təşkil dəhəndəyə bədən ki, deyirlər, məsələn, karbonun çoxdur, kalsiyumun çoxdur, qəndin çoxdur, nəmələn çoxdur falan. Axir su özü də da, hidrojen, oksijen, bunların hamısının rişəsi karbondur. Yəni, karbon təğyir tapır, olur hidrojen. Karbon, bunu kim deyir? Bunu şimistlər deyirlər ha. Mən də şimi kitablarını oxumuşam da. Və bunların maddəsi axirdə karbonun da maddəsi bir dədi helyumdur, bir dədi elə yox. Helyum karbonundan düzəlir. Çünki bunlar bir cüzi təğyir tapanda əvəz olurdu. Atomları, elektronlar bir fərziyədir da, azalıb, çoxalanda təğyir tapır. Məsələn, misirlə qızılın bir cüzvü hal, bir neçə dənə karbon zatda elektronda təfavüt var. Təzriqə elektronu elirlər, misə olur qızıl. Bu şimistlərin söhbətlərdir. Mən də nəqli qol eləyəm. Vəli در hər surət məğz, əsab, bunlar bədən insandır. Deyir, indi bu bədən tolid ruhiyyat eləyir, tolid əql eləyir, tolid huş eləyir, tolid hafızə eləyir. Bunu kim deyir? Bunu qərni 15-dən bu tərəfə məxsusən qərni 18, 19, 20-də ki, rəvanşinasların sözüdür. O rəvanşinasların adı rəvanşinasan rəvantəndir. Rəvantəni. Deyir, tən mucib rəvan olur. Axırı budur. İndi bərəks, bir də bərəks mütəqiddirlər ki, yox. O tən mövlud ruhdur. İndi o rəvanşinasan cədiddən ki, təht düşüb, biri Karl Gustav Jung'dur. Jung Suisdə dünyaya gəlib. Qərni 19-də, 1875-də dünyaya gəlib. Qərni 20-də da mərhum olub. Hüdudən 20 cil kitab yazıb. Özə keşişdir, katolikdir. 10 nəfər bulan xanəvadəsində, famillərində böyük kəşiş var. Vəli bu bir dənə böyük pezeşkidir, rəvankavdır, rəvanşinasdır. Bu bərəks, bu mütəqiddir, Əflatun kimi, Mövləvi kimi ki, bədən əks ruhdur, sayə ruhdur. Orada az yazmışam. Jung'un istilahı şadodur. Şado. Şado yəni sayə. Cism, sayə, ruh həst. Xob, bu bir bəhsə
روانشناسیdir, fəlsəfi bir bəhsidir, طولانیdir. Mütəxəssislər gəlib bu zəminədə danışar. Mevlevi də söhbətdən içində bu mətləbə işarə eləyib və çox cəlibdir. Həm Məsnəvidə və həm bu Fih-i Mafidə barha bu zəminədə söhbət eləyib. Məsnəvidə Mevlevi deyər ki, bizim fikrimiz bizim ruhumuzun işidir. Fikr məhsul ruhdur. Və biz yeməsək, içməsək, bu çörəklər, bu sular bizim bədənimizdə, bədən bir kərxanadır ki, onlar təbdil edir ruha və təbdil edir fikrə. Bədən, ruhun tolidində nəqşi var, amma در این حال که بدن نقشی var, burası deyir düzdür, revanşinaslar düzdür, amma در این حال istəsək deyək ki, rabitə nə cür rabitədir? Deyir ki, bədən با اینکه تولید کننده ruhdur. عامل انکشاف ruhdur. ولی bədən فرعdir. Əsl ruhdur. Bədən be mənzili sayədir. İndi bir iki kəlmə buradan oxuyaq, sonra Məsnəvidən də oxuyaq, görün ki, nə deyil. Olan ki, cüzvəsi mənim cüzvəmləndir. Tibüstü 19-in 2 sətri axiri. Seyyid Burhanuddin. Tapdınız bu kəlməni, bu istilahı. Seyyid Burhanuddin fayده می‌فرمود. Burhanuddin Mevlevinin ustadıydı. Mevlevinin neçədən ustadı var idi. Ustadlarından biri Burhanuddin'dir ki, 9 il Mevlevini tərəxoş eləyib. Mevlevinin dədəsinin şahidiymiş bu. Mevlevi ki, babası, xanavadəsi Məşəddən duyub qaçıblar, Moğollar gəlmişlər. Bunlar Xorasandan qaçdılar. Hüdudən bir 100 nəfər vəşayətə bilişlər, vəsaillərini götdülər, qaçdılar. Çünki dedilər, Moğollar gəlirlər. Qaçanda Mevlevi də hüdudən 10 yaşındadır. Gəldilər, İrandan geçdilər, Xorasanımıza gəldilər, getdilər Türkiyəyə, getdilər Şama, Suriyə. Getdilər Suriyə. Mevlevi Suriyədə böyüdü, getdi klasa, dərs oxudu. Sonra getdilər, gəldilər Quniyədə qaldılar. Sonra Mevlevinin ağası ki, duymuştuk, bu hərəkət edildi, gəldi. Mevlevinin ağasının şahiddə bir dəsi qaldılar. Bunlar sonradan gəldilər, tapdılar Mevlevinin ağasını. Az cümlə o əfraddan ki, gəldi, Mevlevinin ağasını tapdı, bu Burhanuddin'dir. Burhanuddin mühəkkik, özü böyük bir ustaddır. İndi Mevlevi o xatirətindən bitkədiyi ki, bu Burhanuddin ustaddır, dəstəyir klasda. Deyir, mən də oradaydım. Diqqət buyurun. Seyyid Burhanuddin fayده می‌فرمود, yəni dəstəydi. Minbərə çıxmışdı. Əbləhi گفت, bir nəfər də oradan duydu, dedi ki, Əbləhi گفت در میان سخن او که ما را سخنی میباید بی مثال باشد. etiraz elədi, dedi ki, ay Burhan, bu sözlər nə mənədir? Bizim şənimizdə deyil. Məsələn, səthi payın söz danışdın. Biz ki, bu mühim adamıq, danışmandıq, yığışmışıq bu klasa, səncə bizə bir qəşəng sözlər deyəsən.
Burhanettin de فرمود. Bu da cevap verdi o etiraz edilene. Deyir ki, تو بی مثالی بیا تا سخن بی مثال شنوی آخه دیگه بیو آخه سنجره مهم bir şəxsiyyət olasan, tam mən sənə mühim bir söz deyəm. Sən vaxtı ki, səthi payınsan, besavadsan, həsinən hüsuqanmısan, ibtidai tərin sözləri mütəvəccih olmusan, mən sənə nəzi filsufanə sözlər deyim. Onda bu hacıvaz qalarsan, matı məbhud qalarsan, sən özün bimisal ol, bimanənd ol, yəni səthi bala ol, mən səthi bala söz deyim. İndi klasın səthi aşağıdır, mən məmuli sözlər danışıyam. İndi bu bəhanə oldu. Bir dənə sadə söz idi. Bir nəfər etiraz elədi, bu da ona cavab verdi ustad. Məuləvdə o da ələşibdir, cavandıq. Sukut edibdir. تو مثالی از خود تو یعنی قیافه تو ظاهر تو تمثیلی است از باطن تو از روح تو این شخص تو شخص تشخصات ظاهر جسم گوش بینی ظاهر سایه توست senin ruhun sayəsidir. Yəni sənin ki indi bu etiraz elədin, bu danışığın, bu sözlərin, şəxsiyyəti göstərdin, qiyafən, bu oturuşun, duruşun, heykəlin, zahirin, sənin nişancər batınındır. Bu sənin sayəndir. Ruhun sayəsidir. Yəni sənin həqiqətin pənhandır, o pənhanın bu cür aşkar oldu. İndi buna istidlal eləyir. Çon yəni be illət inki ya be dəlil inki dəlil gətir. Deyir yeki میرد. Bir nəfər öləndə mərdum nə deyirlər? میگویم فلانی رفت. Deyirlər getdi. Dərsəşi oradadır ha, cənazə oradadır. Bir nəfər ölüb, öldü. Deyirlər o getdi. Deyirlər getməyib ki buradadır da. Deyib bərain ki bunun həqiqəti gedib də, o cismidir. Bu cismi insan Mevləviyə baxına. Çox belə cəlib. 2-3 kəlmə ilə, məsələn bir dənə bir böyük fəlsəfə kitabın dəstəyirir. میگویم فلانی رفت. əgər o in بود, o şəxs əgər bu cismidir, bu zahiridir, pəs o kocaya rəf, hara getdi? Getməyib ki, o da bizim gözümüzün qabağındadır. Hələ onun yuvazı yox, bastırazı yox, kəfənliyəzi yox, apapqazı yox qəbrə. Bəli, biz ölcək dedik ki, o getdi. O rəf. O, yəni onun həqiqətidir da. Yəni bunun həqiqəti cismi deyil, ruhudur. Pəs, bir sətirdə qutardı ha. معلوم شد که ظاهر تو مثال باطن توست. مثال یعنی همان سایه، اثر. تا از ظاهر تو بر باطن استدلال گیرند. Deyib bu zahirdən batına istidlal edərlər. Elə deyərlər ki, bu qiyafən ki var ha, elə ruhun da bu qiyafədədir. Bu rəftarın ki var, ruhun rəftarıdır. Ruhun da bu rəftar eləyir.
هر چیز که در نظر می آید از غلیظی است. دیگه biz nəmənən görürük? Çünkü ruh latifdir, ruhu görmüyor. Ama gəliz bir şeyler görüyor, cismi görüyor. چنانچه نفس در جرما محسوس نمی شود دیگه حتی جسمهای لطفه de görmüyor. Biz havanı görmüyoruz ki. Ağzımızın, teneffüsün, demi, bazdemi görmüyor. Çünkü latifdir. Ama illa چون سرما باشد از غلیظی در نظر می آید. Ama hava soğuk olsa bu rəqiqlik qəlizləşər, hava bir miqdar sənginləşər, onda qışda görürük, soğuk bəis olur ki, bu hava bir miqdar şəkli tapsın. Soğuk havada bu ağızdan çıxan nəfəsi görə biliyor. Niyə? Çünki soğuk bəis olur ki, o da bir miqdar qəliz olsun. Ruh çün latifdir, görmüyor. Burada söz içinde, bu da qutuldu, bu bir dənə soxanrani idi, bir minbər idi. Bundan sonraki ayrı cələsən söhbətlərdir. İstədi deyə ki, əsl ruh است, cism saye ruhdur. Cism saye ruhdur. Hemen Carl Gustav Jung'un sözü. İndi burada ayə Nəsiri zəhmət çəkdi, dəftər əvvəli Məsnəvidən neçə beyt yazdı. Bu zəminədə Mevləvinin nə qədər əşarı var ki, bunlara bu ünvanı nümunə yazmışıq. İndi əgər siz yazıbsınız dəftərinizə, yazmayıbsınız, aram buradan oxuya bilirsiniz. Əlbəttə, Ay Nəsiriyə də etiraz eləməyin. Deyir ki, ömrümdə əvvəlim vardı ki, mən whiteboard görüyəm. Mən elə hamısını qədimi o təxtə siyahlarda yazmışdım. Onu da bir dəfə, iki dəfə yazmışam. Buyurur ki, tən həmi nazad به خوبی و جمال diye افراد duyla ayna qabağında baxırlar, deyirlər ki, göynə görsə, cəmalım göynə qəşəkdir. روح پنهان کرده فر و پر و بال. اما روح که onlar deyirlər ruh bir quş kimi bir şeydir. Fərrin, şükuhun və pər o balığın bu cismin içində gizlədibdir. O ruh gahdan bu cismlə danışar. Quyədəş ki məzbəli, to çisti? Gahdan o ruh bu cismədir ki, ey aşqal qabı. Məzbəli yəni aşqal qabı. Sən nə mənəsən? یک دو روز از پرتو من زیستی. Ruh cismədir ki, sən mənim pərtovumdan bir can tapıbsan, bir gözə gəlsən. Mən olmasam, sən bir şey deyəsən. Qəncu, ya qoncu, həm qənc, həm qonc, düzdür. Qəncu nazət minə qonzət dər cəhan. Ruh cismədir ki, cism, sənin bu nazun, qəncün, əda-ətvarun, poz verməğu dünya tutmur. Eybi də yox. Baş, bir səbr elə. Ta ki mən şəvəm əz to cəhan. Cəhan yəni cəhəndə. Dayan, mən bir uçum gedim. Mən becəhəm. Cəhanı görürsünüz. Yox, o yadından çıxır. İndi mən ərz eləyəm də.
روح بدنه چی؟ غنج و نازت می نگنجد در جهان باش تا من شوم از تو جهان. من به جهان برم onda halı soruşacağım. Bu cücaha ayna qabağında poz verirsən. Hər gün neçə qələmdə özünə rəh vurursan. Gərmidaranət. Onlar səni möhkəm qucaqlayırlar, basırlar bağırlarına. Tora qur içənənd. Gəlirlər sənə bir qəbr qazırlar. تومه موران و مارانت کنند seni aparlar təhvil elə ilanlara, muryanələrə, murçələrə. Deyirlər yiyin. O ki özünə çox yetişirsən, o da sənin möhkəm basıdır bağrına. O sənin möhkəm bağrına basan, səni verdi ilanlara. Bini o adama ki möhkəm sən qucaqlamışdı. Möhkəm bus eləydi. O özündən öpüdü, bu özündən öpüdü. Bini az cənd to girad an kسی کو به پیش تو همین مردی بسی. O adamı ki dedi səndən ötü ölüyəm, sən olmasın, ne bileyim, da mənim dünyam yoxdur. O boynu ucu tutacaq, dedi, eyvah bu kendi verir. Yallah götürün iştirin, götürün iştirin. Apan qoyun toprağın altına. Deyib, bunlar bildi, ruh cismə dedi da. Dərvaqə ruhla cismi müqayisələrdir. Sonra axir cümlə, nəticə girik. Əzən inşaat sənətçə mi girim? پرتو روح است نطق و چشم و گوش. İnsan dili, kulağı, havası zahirisi ve hakikati vücud cismanisi zahiri ruhun pertovudur. Pertovu ruh است. Bu Cenab-ı Mevlana'nın sözüdür. Hemen ki Gustav Jung deyib ki sayədir, şadodur. پرتو روح است نطق و چشم و گوش. پرتو آتش بود در آب جوش. نیچه چی؟ پرتو آتش بود. Su ki geyni, su özüne geyner kıza. Yok, o otun tesiridir. İnsan da ki bu geyni, cedi, celi, haysalı, izharı vücud eli ve beləxərə bu cismin qoy ayna qabağına və taxtsiya, göz qabağına, gözə çəkir özün, dərvaqə. Bilin ki, bu bir dənə sayədir. Bu bir əsərdir. Əsəriz əz ruh. Su kiminin insan geyni, dərvaqə, su geynəmənin amili nəməlidir? Su özü deyil. Bəlkə o hərarətdir ki, پشت سر سو قرار تپو. یعنی burada nəticə alıyor ki, əsl ruh است جسم فر. ولی متاسفانه مردم بیشتر جسمه ظواهره ارزش قائلdirlər və ruha o miqdar ki ارزش قائل olaydılar, ارزش قائل deyirlər. Bu miqdar, bu da büyük şey mətali. Çox sağ olasınız. Allah xeyir.